Əvvəlcə salamlar olsun bütün müsəlman bacı və qardaşlarımıza və mən bu günləri demək istəyirəm ki, Allahın və Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləmin, ona Allahın salavat və salam olsun. Əhl-i beytinə, 12 imamımıza həsr etdiyim bir şeirim var. Onu bu günləri yazdım və sizlərlə Allahın köməkliyi ilə paylaşıram. İnşallah ki, sona qədər səbriniz çatar, dinləyərsiniz, qulaq asarsınız və fikirlərinizi yazarsınız. Ya Allah, atıram bu addımı yaradanın təriqətinə, yazıram bu sözləri əhl-i beyt hörmətinə. Bizə Peyğəmbərimiz verdi qədirxumda qərar. Mən kimin mövlasıyam, Əli kimi mövlası var. La fəta illa Əli, la seyfə illa Zülfüqar. Ona rüsxət verilib Kəbədə tək xilqətinə. Kimsənin qeyrəti çatmaz Əlinin qeyrətinə. Əlinin ilk oğludur İmam Həsən-i Müstəba. Ona Allah tərəfindən bu ad edildi əta. O xüsusilə münim idi sahibi hacata. Sevinirdi fəqirlər həzrətin səxavətinə. Ürəklə gedirdilər əl açıb iqamətinə. İmam Hüseyin o kəsdi Kərbəlaya ləbbeyk dedi. Qanlı 72 gül Hüseynə sizləyik dedi. Onu tanıyan kəslər Hüseynə köləyik dedi. Kim ki göz yaşı tökər Kərbəla müsibətinə, qazanar miftah-ı rövzə və keçər cənnətinə. Ona Kərbəla günündə bir mərəz oldu yəqin. Yaradan müqərrər etdi ki, döyüşmək oldu çətin. Bəşərə Kərbəlanı tanıtdı Zeynal Abidin. Allahın şükürlər olsun ki, bu məsləhətinə, güvahdır İmam-ı Səccad Kərbəla dəhşətinə. Tək İmam Baqir Əli Zəhra nəslinə qarışıb. Tanıdıb bizə dinimizi Allah üçün çalışıb. O kəsdir elmin sirrini aşkar edib danışıb. O şəxs çox sirri açıb dəyibdir əziyyətinə. Bugün də heyrətdəyik o şəxsin ülviyyətinə. Açıb İmam Cəfəri Sadiq Məktəbi İslam. Allah ona, o hər kəsə elmini edib ənam. Daşıyıb fəqir əhlinə gizlicə ruzi hər axşam. O da Allahın yetib elminin fəzilətinə. Alıb cavab bu elmlə etdiyi dəvətinə. İmam Musa-i Kazım olub səxavətli biri.